Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişlərinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün oktyabr ayı üzrə növbəti səyyar qəbul keçirilib. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 53 nömrəli tam orta məktəbin aksiyonunda baş tutdu. Tədbirdə həmçinin Yasamal rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, bələdiyyə və Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbər heyəti, sahə inzibati ərazi dairəsinin xidmət sahələrinin nümayəndələri də iştirak etdilər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətlər barədə ətraflı məlumat verməyə xahiş etdi. Öncə söz alan Yasamal rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmmədi qəbuluna dair tapşırığına görə dərin minnətdarlıqlarını ifadə etdilər. Daha sonra Yasamal rayon sakinləri istismar müddəti bitmiş evlərin söküntüsünə görə kompensasiya məbləği, yaşayış binalarının nizamsız avtoparkinqlərinin tənzimlənməsi, həyətlərin abadlaşdırılması, qazilərin mənzil məişət şəraitinin yaxşılaşdırılması, sığınacaqla təminat, iş, şəhid ailələrinin mənzili ilə təminatı, səyyar ticarətin tənzimlənməsi və müxtəlif sosial məsələlərini əhatə edən bir sıra mövzular qaldırdılar. İcra başçısı Elşad Həsənov 2 saatlıq qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair rayon İcra Hakimiyyətinin əməkdaşlarına və xidmət rəhbərlərinə bir sıra konkret göstərişlər verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi. İcrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü. Dilbər Vüqar qızı, Bölgə TV.